Səhiyyə Nazirliyi Bakı və ətraf qəsəbələrin sakinləri arasında Sağlam ol adlı sorğu keçirib. Araşdırmanın nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 83% güclü fiziki fəaliyyətlə, 70% isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Pəhriz saxlayanlar isə cəmi 16% təşkil edib. Respondentlərin 96%-i piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə vaxt ayırır. Sevindirici məqam isə vaxtaşırı həkim müayinəsinə gedənlərin çoxluq təşkil etməsi olub ki, Səhiyyə Nazirliyi də bunu son illər əhalinin kütləvi olaraq pulsuz check-up müayinələrinə cəlb edilməsi ilə əlaqələndirir. Check-up müayinələr ümumiyyətlə bir nəticə verdilər. Çünki aylarla, illərlə həkimlə ünsiyyətdə olmayan insanlar gəlib bir öz sağlamlıq statusunu müəyyənləşdirəndə nəsə sual-cavab da eləyirlər təbii ki və diqqətə, nəzarətə götürürlər o sağlamlıqlarını. Təbii ki, bu da birinci növbədə həm qidalanma ilə, həm həyat tərzi ilə, həm aktivliklə, həm ekologiya ilə bağlıdır. Və insanlar istəyirlər ki, sağlam həyat tərzi aparsınlarsa, bu məqamlara, bu nüanslara fikir verməlidirlər mütləq.